Artıq 13 ildir ki, EF English First şirkəti Bakıda fəaliyyət göstərir və bu şirkətin ümumiyyətlə dünyada 20 milyondan çox tələbəsi var. Həmçinin Azərbaycanda da bu tələbələrin sayı çoxdur. English First bu günə qədər Azərbaycanda fəaliyyət göstərirdi, Bakıda fəaliyyət göstərirdi. Bu gün isə English First'ün yeni belə deyək, yeni məktəbinin açılışıdır. Müasir dövrdə əcnəbi dilləri olan maraq günü-gündən artmaqdadır. Səbəb isə ölkəmizin dünyaya inteqrasiyası və yeni mədəniyyətlərlə ünsiyyətini asanlaşdırmaqdır. Bu gün ingilis dilinin dünyadakı çəkisi və dəyəri ölçüyə gəlməzdir. Sevindirici haldır ki, hazırda ölkəmizdə də xüsusən bu dilə böyük maraq var. İnsanlar dil öyrənmək istəyini layiqincə dəyərləndirən və onlara bu yolda böyük dəstək olan EF English ingilis dili kursları artıq uzun illərdir ki, paytaxt sakinlərinin xidmətindədir. Bugündən isə kurslar öz fəaliyyət dairəsini daha da artırdı. Artıq EF English First yeni və müasir standartlara cavab verən daha bir ofisini sizlərə təqdim elədi. Gördüyünüz kimi çox müasir təşkil olunmuş sinif otaqlarıdır. Lövhə də həmçinin bayaq da qeyd elədiyim kimi təbaşirsiz. Bu gördüyünüz monitorda da, yəni artıq tələbələr belə deyək də, sırf kaset və ya disk qoyulsun, materialı izləmək söhbəti yoxdur. Artıq burada görülən görüntü və yanında da lövhə vasitəsilə bütün baş verənləri belə deyək, şagirdə daha yaxından, daha dəqiq çatdırmaq mümkün olacaq. Bu da şagirdlərin masalarıdır. Hər bir şey çox gözəl düşünülübdür. EF English First hər zaman olduğu kimi yeni məkanında da öz öncüllüyünü qorumaqdadır. Həmişə olduğu kimi tam təminatla ingilis dilinə yiyələnmək istəyənlər məhz bura müraciət edə bilərlər. Peşəkar müəllimlərin yardımı ilə siz qısa zaman ərzində yüksək nəticə əldə edəcəksiniz. Bu məktəbin köhnə məktəbimizdən fərqi nədədir? Yəni bu məktəb artıq müasir texnologiyalar və yeni proqramlarla təchiz olmuş bir məktəbdir. EF-də bütün yaşlı uşaqlar, gənclər, böyüklər üçün proqramlar var. 3-6 yaş arası uşaqlar üçün Small Stars proqramı, 7-10 yaşlı uşaqlar üçün High Flyers proqramları nəzərdə tutulmuşdur. Yəni ümumiyyətlə bütün yaşdan olan ingilis dilini öyrənmək istəyənlər bizə müraciət edə bilərlər. Hörmətli tamaşaçılar, EF English First şirkətində texnologiyanın son yeniliklərindən istifadə olunub. Gördüyünüz bu interaktiv lövhədə də indi göstərəcəm sizə hansı qaydada istifadə olunur. Baxın, istədiyiniz hər hansı bir yazını, məsəl üçün şagirdlər oturub arzalda və siz yazırsınız. Elə EF English First'ün öz adını yazaq. EF məsəl üçün yazıldı və bunu pozmaq üçün hər hansı bir silgidən, yəni təbaşirdən istifadə olunmur. Çox sadə bir metodla, gördüyünüz kimi xüsusi bir mail var, belə deyək də. İnteraktiv lövhənin özünə məxsus bir maili. Bu qaydada. Gördüyünüz kimi çox rahatdır. Proqramlar yenilənib, yəni həm uşaqlar üçün olan, həm böyüklər üçün olan, həm də yeniyetmələr üçün olan proqramlar. Dərslər onlayn vasitəsilə evdə də artıq məşğul ola bilərlər. Yəni uşaqlar nəinki məktəbdə, evdə də öz tədrislərini, təhsillərini davam etdirə bilərlər. Onu da qeyd edeyim ki, kursları artıq illərin təcrübəsində yerdə qoymuş peşəkar müəllimlər aparır. Dərslərimiz yüksək ixtisaslı müəllimlər tərəfindən keçirilir. Yüksək keyfiyyətdə ingilis dilini öyrənmək və sərbəst danışmaq istəyirsinizsə, buyurun sizi öz yeni məktəbimizdə səbirsizliklə gözləyirik. EF, yəni biz bir çox şeylə öyrə bilərik. İxtisaslaşmış müəllimlər ilk öncə.
sonra ümumi İngilizce, beynəlxalq imtahanlara hazırlıq, yəni IELTS, TOEFL belə şeylər. Bir də xaricdə təhsil, İngiltərədə, Amerikada və s. belə və çox yüksək texnologiyalarla başlayırıq bu ildən. İngilis dilini öyrənərək dünyanın danışdığı dilə yiyələnmək istəyirsinizsə, EF English First yolunuzu gözləyir. İngilis dilində danışmaq istəyənlərin müraciət edə biləcəyi tək məkan EF English First.